Mərkəzi O nöqtəsində olan çevrəyə AB, AC və YF toxunanları çəkilmişdir. Əgər AYF üçbucağının perimetri 12 olarsa, AB-ni tapın. Məlumdur ki, çevrə xaricində götürülmüş nöqtədən əgər çevrəyə 2 toxunan çəkiliriksə, onda həmin nöqtədən toxunma nöqtələrinə qədər məsafələr bərabərdir. Yəni, biz deyə bilərik ki, şəkilə görə AB və AC bir-birinə bərabərdir. Eyni zamanda, Y nöqtəsindən YB və YD toxunanları çəkildiyi üçün orada da toxunma nöqtələrinə qədər məsafələr, yəni YB və YD parçaları bərabərdir. Digər tərəfdən də F nöqtəsindən FD və CF toxunanları çəkildiyi üçün deməli FD və FC parçaları da bir-birinə bərabər olacaqdır. Gəlin bir hərflərlə qeyd edək. Məsəl üçün, BY parçasına X yazırıq, onda YD parçası da X olacaqdır. DF parçası tutaq ki, Y-ə bərabərdir, onda CF parçası da Y-ə bərabər olacaq. AY parçasının uzunluğunu bir M hərfi ilə qeyd edək. AF parçasının uzunluğunu da N hərfi ilə qeyd edək. Demək, biz deyə bilərik ki, AB və AC bir-birinə bərabər olduğu üçün X üstəgəl M bərabər olmalıdır. Y üstəgəl N-ə. Əgər AYF üçbucağının perimetrini yazsaq, onda yazmalıyıq M üstəgəl N üstəgəl X üstəgəl Y. Və buradan M üstəgəl X cəmi ilə N üstəgəl Y cəminin bir-birinə bərabər olduğunu nəzərə alsaq, yaza bilərik N üstəgəl Y-in əvəzinə M üstəgəl X. Bu da bizə 2 vuraq M üstəgəl X verər. AYF üçbucağının perimetri 12 olduğu üçün M üstəgəl X cəmi 12/2, yəni 6 olur. Biz AB-ni tapmalıydıq. Şəkildə də AB M üstəgəl X cəminə bərabər olduğundan cavabımız olacaqdır 6.